Kürdəmir rayon məhkəməsinin sədri Maarif Kazımov vəfat edib. Oxu24.com xəbər verir ki, 55 yaşlı hakim bu gün dünyasını dəyişib. Onun onkoloji xəstəlik səbəbindən həyatını itirdiyi bildirilib. Qeyd edək ki, Maarif Kazımov 18 il məhkəmə hakimi kimi çalışıb. O, 2007-2011-ci illərdə Binəqədi rayon məhkəməsinin hakimi, 2011-2025-ci illərdə Gədəbəy rayon məhkəməsinin hakimi və sədri, 2025-ci ildən isə Kürdəmir rayon məhkəməsinin sədri kimi fəaliyyət göstərib. Allah rəhmət eləsin, yaxınlarına səbir diləyirik.